missiyamız Azərbaycan idmanında yaranan çətinliklər və onlardan qurtulmaq üçün həll yollarının dəqiq təhlili və araşdırılmasıdır. Bu hədəfə sadiq qalaraq dəfələrlə bir çox həqiqətləri üzə çıxarmış və siz izləyicilərə tam şəffaf şəkildə təqdim etmişik. Bugünkü ünvanımız isə Azərbaycan Voleybol Federasiyasının cari vəziyyətinə həsr olunub. Görəsən, əllə oynanılan bu idman növündə hansı problemlərə əl atmağın vaxtı gəlib? Komanda idman növü olan voleybol Azərbaycanda uzun illərdir ki, sevilir və inkişaf edir. Xüsusilə 2000-ci illərin əvvəllərində qadın voleybol komandalarımız beynəlxalq arenalarda uğurlar qazandı. Azəril və rabitə komandalarının Avropa kuboklarında qazandıqları medallar Azərbaycan voleybolunu qitənin idman xəritəsinə çıxartdı. 2011-ci ildə rabitə Avropa Çempionlar Liqasının finalına yüksəldi və ikinci oldu. Bu, həm klub səviyyəsində, həm də ölkə idmanı üçün böyük nailiyyət idi. Ancaq bu uğurların davamlılığı üçün sistemli dəstək, maliyyə sabitliyi və gənc nəslin hazırlanması əsas şərtdir. Təəssüf ki, son illər bir sıra problemlər voleybolumuzun inkişafını ləngidib. Sponsorluq imkanlarının azalması, peşəkar liqaların zəifləməsi və infrastruktur problemləri bu sahəyə mənfi təsir göstərdi. Bugün Azərbaycan Voleybol Federasiyası isə gənclərlə işə, infrastrukturun yenilənməsinə və beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verir. Məqsəd əvvəlki uğurları təkrarlamaqla yanaşı davamlı və dayanıqlı inkişafı təmin etməkdir. Azərbaycan voleybolu üçün yeni dövr başlayır. Bu dövr həm çətinlikləri, həm də imkanları ilə fərqlənir. Qarşıda böyük yol var, amma bu yol inamla və zəhmətlə qət oluna bilər. Çempionatlarda çıxış edən komandaların sayı heç də yetərli deyil. Gəlin voleybol çempionatlarına nəzər yetirək. 6 komanda sayı kişilərdə, elə 6-sı da qadınlarda. Siz qərar verin, iştirakçı sayı az olan oyuna maraqlı demək ola bilərmi? İnspektorun fikrinə görə yox. Bəs görəsən federasiyanın bununla bağlı tədbir və planları nələrdən ibarətdir? Zöhrət bəy, biz hal-hazırda voleybol mərkəzində, elə burada da məşqlər gedir, yarışa gərgin hazırlıqlar gedir. Voleybol ölkəmizdə ən sevilən idman növlərindən biridir, maraq göstərilən idman növlərindən biridir. Amma sanki illər əvvələ baxdıqda son illərdə durğunluq hiss olunur. Həm yerli çempionatlarda, həm beynəlxalq turnirlərdə bu durğunluq nə ilə bağlıdır? Bunun aradan qalxmağı üçün hal-hazırda Voleybol Federasiyası hansı işləri görür? Birinci deyək ki, bu durğunluq deməzdim, deyərdim ki, müəyyən səbəblərdən, burada obyektiv səbəbləri var, subyektiv səbəblər. Bizim istədiyimiz səviyyədə biz voleybolu təmsil edə bilmirdik. Mən yenə deyirəm, bilmirdik. Hal-hazırda bilirsiniz ki, müəyyən bizim problemlərin həll olunması üçün lazımi tədbirlər görülür. Bütün problemlər 2015-dən başladı. Bu da bilirsiniz ki, bütün əsas maliyyə problemidir. Tək voleyboldadır, digər idman növlərində də var. Bilirsiniz, bizdə formalaşmayıb bu sponsor konsepsiyası. Yəni ki, klubun arxasında federasiya durmamalıdır. Hər klubu ayrıca sponsor. Tamamilə düzdür. O vaxtlar bundan öncə tutalım ki, 2011-lərdən danışıram, 14-lərdən danışıram, 15-lərdən danışıram. Bizdə hər klubun arxasında bir konkret olaraq bir sponsor durur. Azərbaycan voleybolu 2000 və 2015-ci illərdə dünya və Avropa səviyyəsində inkişaf eləmiş idman növlərindən biri idi. Buna nümunə olaraq o zamanlar Azəril, Rabitə Bakı, Lokomotiv kimi komandalar Avropa kubokunda uğur qazanması, həmçinin Rabitə Bakının 2011-ci ildə klublar arası dünya çempionu olmasını nümunə gətirmək olar. Lakin digər idman növlərində olduğu kimi voleybolda da dövlət dəstəyi ilə yanaşı sponsor məsələlərinin zamanla zəifləməsi ölkəmizdə bu idman növünün geriləməsində və durğunluq yaranmasında böyük rol oynamağa başladı. 2015-ci ildən sonra bir çox sponsorlar voleybol klublarından uzaqlaşdı. Bunun nəticəsi olaraq isə dünya miqyaslı klubumuz Rabitə Bakı dağıldı. Digər klubların büdcəsi azaldı. Xarici ulduzların cəlbi çətinləşdi. Beləliklə, uzun illər Azərbaycan voleybolunda komandaların sayının azlığı, yerli liqaların zəifləməsi, rəqabət və mübarizənin azalması nəticəsində azarkeş marağının zəifləməsi kimi hallar müşahidə olundu. Ona görə də xüsusilə də voleybol kimi baxımlı, həmçinin yerli mütəxəssislərlə yanaşı xarici məşqçi, hakim və voleybolçuların təcrübəsinə ehtiyac duyulan bir idman növündə maliyyə dəstəyinin olması çox vacib amillərdəndir. Əgər ki, gələcək illərdə sponsorların sayı çoxalsa,
olmasa, klubların sayı artacaq. Yüksək səviyyəli, yerli və xarici oyunçular cəlb olunması ilə də Azərbaycan voleybolu daha sürətli şəkildə inkişaf eləyə biləcək. Əks təqdirdə illər əvvəlki voleybolumuzdakı klublarımızın beynəlxalq səviyyəli uğurlarının şahidi olmaq çətin məsələyə çevriləcək. Siz klub məsələsini qeyd edərsiniz. Hal-hazırda 6 klub fəaliyyət göstərir, həm kişilərdə, həm qadınlarda. Bu həm təkcə beynəlxalq səviyyəli turnirlərdə deyil, yerli çempionatlarda bu rəqabəti azaldır biraz da, belə deyək. Rəqabəti artırmaq baxımından, klubların sayını artırmaq baxımından belə bir gələcək planlar var ümumiyyətlə. İlk olaraq bizim federasiyanın rəhbərliyi, idarə heyəti əsas fokusu yönəltdi ona ki, klublarda artıq belə deyək, o bayaq dediyiniz sponsorluq konsepsiyası, dəstəyi o formalaşsın. Yəni klub heç kimdən asılı olmasın. Belə olduğu halda klubların sayı çoxalma ehtimalı var. Bundan öncə bilirsiniz ki 4 klub idi. Artıq bu illəri 6 klubudur. Bayaq sizin sualınıza mən cavab verirəm. Biri vardı 4, artıq 6. Ola bilsin ki gələn illəri bundan da artıq olacaq. Çünki federasiyanın planları çoxdur. Bilirsiniz, hər belə deyək, evin tikilməsində gərək fundament olmalıdır. Fundament də bizdə nədir? O klublardan biz başlayırıq. Fundament uşaq voleybolu, gənclərin o klublara cəlb olunması. Çünki ən azı bilirsiniz ki, bir dənə oyunçunu tutalım ki, bir normal səviyyəyə çatdırması üçün ən azı bir 7-8 il lazımdır. Bəs uşaq klubları fəaliyyət göstərir? Mən onun sualınıza sizə cavab verirəm. Bizim artıq 8 dənə regional mərkəzlərimiz var. Bütün Azərbaycanı əhatə edir. Naxçıvan daxil olmaqla. Həmin o regional deməli voleybol klublarında biz onların qarşısında məqsəd qoyulub ki, onlar bütün o regiona daxil olan rayonlardan ən belə deyək, ən voleybola uyğun olaraq, meyilli olaraq idmançıları seçirlər. Bölgələrdən seçirsiniz və toplayırsınız. Bəli, seçirik deyəndə ki, bildiğim digər tərəfdən o bilirsiniz ki, burada kadr çatışmamazlığı vardı. Onun da problemlərini artıq federasiya həll eləmək demək olar ki, həll edib. Biz lazım olan məşqçiləri də dəvət eləmişik. Hətta xaricdən də bizə məşqçilər cəlb olunub. Mütəxəssislər. Bəli. Onlar həm də regionlarda işləyirlər. Sadəcə misal gətirim. Bilirsiniz ki, indi bizdə artıq fevral ayından U14, U16, 18 yaşları deməli oğlanlar, bəli, həm qızlar arasında çempionat keçirilir. Azərbaycan birinciliyi daha doğrusu keçirilir. Yerli çempionat. Sizi inandırım ki, siz gəlin baxın, görün orada hansı rəqabətdən danışırıq, hansı bəli, ola bilsin ki, səviyyə biz istədiyimiz səviyyə deyil, ancaq bu ilk addımdır. İlk addımdır. Hazırda ölkəmizdə həvəskar voleybol sahəsində fəaliyyət göstərən qruplar və komandalar olsa da, bu fəaliyyət sistemli və davamlı xarakter daşımır. Bu klublar əsasən aşağıdakı formada fəaliyyət göstərir. Universitet və məktəb komandaları. Bəzən tələbələr və şagirdlər arasında keçirilən yarışlarda aktivlik müşahidə olunur, lakin bu sistematik deyil. Uşaq idman məktəbləri, bəzi bölgələrdə voleybol bölmələri fəaliyyət göstərsə də, maddi və metodiki çətinliklər bu sahənin inkişafına mane olur. Şəxsi təşəbbüslə yaradılan kiçik klublar. Əsasən keçmiş idmançılar və ya idmansevərlər tərəfindən qurulan bu klublar maddi və texniki imkanların məhdudluğu səbəbindən uzun ömürlü olmur. Korporativ və ictimai turnirlər, bəzi müəssisə və təşkilatlar arasında keçirilən turnirlər ictimai marağı qorusa da, bu fəaliyyət davamlı deyil. Qeyd eləyək ki, həvəskar voleybol klublarının inkişafı Azərbaycanın voleybol tarixində yeni səhifələrin yazılmasına zəmin yarada bilər. Bu cür klublar gənc nəslin idmana marağını artırmaqla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə yenidən uğur qazanması üçün möhkəm təməl olacaqdır. Biz otururuq televizyon arxasında, baxırıq, yenə də deyirik ki, var səbəb və nəticə. Biz nəticəni komanda çıxış eləmir, nə oldu belə? Fikirləşmirlər ki, bunun keçirilməsi üçün, axı ən azı elə deyim sizə, bir yarışın bax burada keçirilməsi üçün 72 dənə müəyyən bəndlər var. O bəndləri siz görmürsünüz, bilmirsiniz. O bəndlər təhlükəsizlikdən başlayaraq tutalım ki, geyinib dəyişmə otaqlarınacan. Bu hələ mən deyirəm xırdaçılıqları. Burada çox böyük bir proseslər var. Onların hamısının həll olunması üçün lazımdır ki, bir şərait olur. Şərait də biz yaradırıq, bir federasiya olaraq. Bizim qarşımızda məsələ qoyulub ki, siz çalışmalısınız ki, bütün bizdə olan ənənələri təzədən bərpa eləyək.
Bir zamanlar Azərbaycanın qadın voleybolu dünya arenasında adından söz etdirirdi. Bakıdakı voleybol arenaları dolub daşır, komandalarımız beynəlxalq turnirlərdə fəxri kürsülərdən enmirdi. Xüsusilə 1990-2000-ci illərdə Azərbaycan voleybolu öz qızıl dövrünü yaşayırdı. Azərbaycanın qadın voleybolu üçün ən uğurlu illər Telekom, Rabitə, Lokomotiv kimi klubların Avropa və dünya səviyyəsində böyük uğur qazandığı dövrlər idi. Rabitə Bakı 2011-ci ildə qadınlar arasında dünya klublar arası çempionatında çempion olaraq ölkəmizi qürurla təmsil etmişdi. Komandanın heyətində Natalya Məmmədova, Valeriya Məmmədova, Oksana Parkomenko, Yelena Pavlova kimi istedadlı və peşəkar voleybolçular yer alırdı. Bu qadınlar nəinki Azərbaycanın, hətta dünya voleybolunun seçilən adları arasında idi. Onların meydandakı qətiyyəti, ruh yüksəkliyi və qələbə əzmi bir nəsilə ilham vermişdi. Bəs indi necədir? Təəssüf ki, bugün Azərbaycan qadın voleybolu əvvəlki şöhrətindən uzaqdır. Klublar ya fəaliyyətini dayandırıb, ya da aşağı liqalarda çıxış eləyir. Uşaq və yeniyetmələr arasında voleybola maraq əvvəlki qədər deyil. Maddi və təşkilati problemlər, infrastruktur çatışmazlığı və gənc istedadların vaxtında aşkarlanıb yetişdirilməməsi bu geriləmənin əsas səbəblərindən idi. Lakin unutmayaq ki, Azərbaycan qadın voleybolunun şöhrətli tarixi bizim qürur mənbəyimizdir. Bu parlaq səhifələri unutmamaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Bəlkə də indi də yeni Natalyalar, yeni Valeriyalar yetişir. Niyə də olmasın? Doğru addımlar atılsa, Azərbaycan voleybolu bir daha zirvələrə dönə bilər. Federasiyanın cəhdləri təqdirə layiqdir. Elə müsahiblərimizin də cavablarından bunu aydın şəkildə görə bilirik. Bəs kənar nə faktor bu inkişafa mane olur? İnkişaf var, amma yavaş şəkildə irəliləyir. Elə götürək baza azlığını. Ölkəmizdə çoxlu sayda idman olimpiya kompleksləri fəaliyyət göstərir. Bəs biz niyə bu idman qurğularına voleybol maçlarını izləməyə getmirik? Şəfək xanım, biz bugün voleybolun ölkəmizdəki problemlərindən, onların həlli istiqamətində görülən işlərdən, inkişafdan, yəni hər şeydən bəhs edirik, belə deyək, aydınlıq gətiririk. Və bir istiqamət də var ki, məncə o da çox önəmlidir. Bu sosial media, ümumiyyətlə medianın əməkdaşlıq məsələsi. Çünki təbliğat çox önəmlidir. Və mən öyrənmək istəyərdim ki, voleybolun hal-hazırda sosial mediada təbliğatı necə gedir? Təkcə sosial media yox, ümumiyyətlə televiziyaların əməkdaşlıq baxımından daha çox az yaşlıları cəlb etmək üçün bu idman növünə, valideynləri xüsusən maarifləndirmək üçün qızları daha çox idmana yönəltməyi baxımından hansısa işlər görülür ümumiyyətlə? Deməli, elə ilk öncə sizə təşəkkür edirəm ki, bu da elə sizin verdiyiniz suallardan biridir ki, bugün siz sırf bu verilişi voleybola həsr etmişsiniz. Bu bizim üçün çox vacibdir. Çünki biz elə dediyiniz kimi media vasitəsilə televiziya olsun, saytlarımız olsun, sosial şəbəkələr olsun, bu vasitələrdən istifadə edərək biz gördüyümüz işləri bütün cəmiyyətə, ictimaiyyətə, voleybol azarkeşlərinə, voleybol sevərlərə çatdırırıq. Ümumi nəticələrimiz olsun, görülən pərdə arxası işlər görülsün, onların hər biri olsun. Və bugün ölkəmizdə voleybol hər zaman sevilir və bugün də çox sevilən idman növlərindəndir. Yetəri qədər gənclərimiz var ki, voleybolla məşğul olurlar. Mən açığı bugünkü dövrlə razıyam ki, sosial şəbəkələr, media çox böyük önəm kəsb edir populyarlıqda, amma idmanda, yəni mənim bu şəxsi fikrimdir, ən önəmli məsələ nəticədir ki, bu nəticə ilə həmin idman növünə olan, həmin idmançıya olan sevgi daha çox olur. Şəfək xanım, elə bu məsələyə toxunmaq istəyirəm ki, azarkeş sayına. Çünki yerli çempionatlar dedi, ümumiyyətlə beynəlxalq turnirlər dedi, son illərdə xüsusən buna diqqət ayrılır Voleybol Federasiyası tərəfindən və bura kütləni cəlb eləmək üçün rəqabəti artırmağa çalışırlar daha çox. Rəqabət artsa belə, azarkeş sayı hələ ki yetərincə deyil. Yəni zallar belə deyə bilmərik ki, dolur. Çox insanın bu yarışlardan xəbəri olur. Çünki hər kəs bundan məlumat əldə edə bilmir ki, hansı yarış, hansı saatdadır, hansı vaxtdadır. Və xüsusən də 2026-cı ildə ölkəmizdə voleybol üzrə Avropa çempionatının mərhələsini keçirilməsi böyük bir əslində beynəlxalq tədbirdir. Və bu tədbirin işıqlanması baxımından, bu tədbirə hazırlıq baxımından federasiyanın gördüyü işlər nələrdir, maraqlıdır. Çox gözəl vurğuladınız ki, bizim qarşıda çox böyük yarışımız var və 2026-cı ildə Avropa çempionatının bir qrup oyunları məhz Bakıda keçiriləcək. Necə ki, 2017-ci ildə Avropa çempionatının həm qrup oyunları, həm də final oyunları Azərbaycanda keçirilmişdi. Əlbəttə, 2017-ci ildə Gürcüstanla Azərbaycan birgə ev sahibi idi. Azərbaycandakı qrup oyunlarının biri də Göygöldə təşkil olunmuşdu. Və bu yarışa hazırlıq zamanı federasiya o vaxtda çox böyük iştirak görmüşdü.
məktəblərlə görüşmüşdü, universitetlərdə görüş keçirilmişdi, festivallar təşkil olunmuşdu və elə bir neçə gün öncə də bizim federasiya rəhbərliyi ilə bir geniş iclasımız oldu və bu yarışa hazırlıq, nəinki Avropa çempionatına hazırlıq, elə qarşıdakı digər yarışlara, tədbirlərimizlə bağlı bir sıra çox maraqlı layihələrimiz var ki, bunlarla bağlı da yenə də biz öz sosial şəbəkələrimizdə, media qurumları ilə yəni paylaşılacaq bu xəbərlər. Festivallar təşkil olunacaq, marafonlar təşkil olunacaq. Bizim bu il artıq Azərbaycan birinciliyimiz bütün yaş qrupları üzrə keçirilir. Məktəblər bitdikdən sonra 12 yaşlıların da Azərbaycan birinciliyinə start veriləcək. Belə festival formatında bir yarışımız olacaq. Azərbaycan Respublikasında voleybol idman növünün inkişafı istiqamətində son illərdə bir sıra mühüm addımlar atılmışdı. Xüsusilə gənc nəsil arasında voleybola marağın artırılması, onların peşəkar səviyyədə hazırlanması məqsədi ilə müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan Gənclər Liqasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Voleybol Federasiyası tərəfindən müxtəlif yaş qrupları üzrə U14, U16, U18 və sair müntəzəm Gənclər Liqası yarışları təşkil olunur. Bu yarışlar vasitəsilə istedadlı oyunçuların üzə çıxarılması və onların inkişafı üçün şərait yaradılır. Gənc voleybolçular üçün ölkə daxilində müxtəlif təlim məşq toplanışları keçirilir. Bu toplanışlar zamanı texniki və fiziki hazırlıqlarla yanaşı taktiki bacarıqların inkişafına da diqqət yetirilir. Gənclər Liqasında fərqlənən oyunçuların beynəlxalq turnirlərdə iştirak etməsinə şərait yaradılır. Bəzi istedadlı idmançılar xarici klublara və voleybol akademiyalarına göndərilərək təcrübə qazanırlar. Lakin bütün bunlarla yanaşı Gənclər Liqasının daha geniş vüsət alması, komanda sayının çoxalması, həmçinin yerli voleybolçularımızın az yaşından etibarən yetişdirilməsi üçün bəzi problemlər mövcuddur. Məsələn, bölgələrdə idman zalları və zəruri avadanlıqların çatışmazlığı gənclərin məşqlərə cəlb olunmasına maneə yaradır. Bu, bölgələr arası inkişaf fərqlərinə səbəb olur. Peşəkar məşqçilərin, xüsusilə də gənclərlə işləmək üzrə ixtisaslaşmış kadrların azlığı ciddi problem olaraq qalır. Mövcud məşqçilərin maddi və peşəkar motivasiyası da önəmlidir. Məktəblərdə və rayon miqyasında voleybola maraq nisbətən azdır. Futbol və digər idman növləri ilə müqayisədə voleybolun populyarlığı aşağı səviyyədədir. Gənclər Liqasında yarış təqvimi və struktur bəzən qeyri-sabit olur, bəzi rayon və məktəblər liqalara ümumiyyətlə qoşulmur və bu da ümumi inkişafı ləngidə bilir. Lakin bütün bu problemlərin tez bir zamanda aradan qalxması üçün regionlarda voleybol akademiyalarının yaradılması və müvafiq tədris proqramlarının tətbiqi, məktəblərdə voleybolun təbliği və istifadə olunan metodikaların yenilənməsi, məşqçilərin beynəlxalq təcrübəyə cəlb olunması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi, gənclər üçün müasir idman infrastrukturunun yaradılması, yarışların sistemli və davamlı şəkildə təşkili, vahid reglamentin tətbiqi ilə həmçinin sosial media və kampaniyalar vasitəsilə voleybolu daha tez bir zamanda kütləviləşdirmək olar. Bu məqamda var ki, məsəl üçün bu bütün idman növlərini biz araşdırıb məşqçilər bunu qeyd edirlər ki, idmana gəlir, məşğul olur, amma bir yaşdan sonra bunu artıq həvəskar kimi və yaxud yarımçıq dayandırır. Xüsusən qızlarda belə məqamlara rast gəlmək mümkün olur. Valideyn faktoru önəmlidir və mental dəyərlər də önəmlidir. Bunları dəyişdirməyə və bunları aradan qaldırma baxımından maarifləndirici seminarlar keçirilir ümumiyyətlə. Əlbəttə ki, biz federasiya olaraq həm məşqçilər üçün, həm statistlər üçün, həm hakimlər üçün seminarlar təşkil olunur. Federasiya da çalışır ki, bəlkə bir idmançı gələr, idmanla məşğul olar. Bizdə ən çox voleybolda problemlərdən biri də odur ki, valideyn övladını gətirir ki, biraz məşğul olsun, bəlkə boyu uzanacaq. Boy məsələsi, bəli. Amma gəlib bəlli vaxtdan sonra görür ki, boyu uzanmır, çünki bu genetik bir məsələdir. Yəni 1-2 santim əlbəttə ki, boyunda dəyişiklik ola bilər, amma bu genetika öz sözünü deyir ki, bəlli bir boya çatdıqdan sonra bu dayanır. Bugünkü ölkə çempionatının gedişatında televizorda oyunlara baxırlar, görürlər yüksək səviyyədə voleybol gedir və maraq yanırlıqlarda və bugünkü gündə altyapıya mən diqqət edirəm oyunlarına baxıram. Çox gənc voleybolçular dəvət olunub və onlarda da həvəs var, valideynlərə də dəstək olur onlara. Düzdür, biraz boy problemlərində yaşayırıq, amma o seleksiyalar nəticəsində rayonlardan yüksək boylu qızlar, yəni az yaşlı, həm də fiziki yaxşı olan qızları dəvət alırıq və onların üzərində işləyirik. Ümid edirəm ki, həmin oyunçular da gələcəkdə Azərbaycanı dünya arenasında yüksək səviyyədə təmsil edəcək. Gənclərimizə elə yeri gəlmişkən səslənmək istəyərdim ki, həm özlərini əlbəttə ki, biz
bizə voleybolçularımız lazımdır, amma onlar gəlib voleybol sahəsində hər hansı bir mütəxəssis də ola bilərlər. Aynen. Necə ki, bugün mən sizinlə Hakim olar, oturmuşam. bəli. Mən əvvəl gələndə voleybolçu olaraq gəlmişəm, amma bəlli bir yerdən sonra artıq federasiyada mətbuat xidməti olaraq çalışıram. Yəni bugün də o həmin sahədəyəm. Yəni bu gənc valideynlərimiz də, elə gənclərimiz də valideynlərimiz gənclərimizi idmana qoyarkən, voleybola qoyarkən qorxmasınlar, çəkinməsinlər bəlli bir yaşdan sonra da. Yəni onları hal-hazırda voleybol federasiyası olaraq düşünürəm ki, digər federasiyalarda belə bir şərait var ki, çünki ölkəmizdə idmana və idmançılara çox böyük diqqət və qayğı var. İftixar bəy, qarşıda millimizi oyunlar gözləyir, rəqabət dolu və bizə maraqlandıran tərəf ən çox bunlardan ibarətdir ki, bir məşqçi olaraq millinin heyətinə oyunçular seçərkən hansı kriteriyalar nəzərə alınır? Ümumiyyətlə, oyuncu sayının azlığı və yaxud da ki, bu cür problemlərlə qarşılaşırsınızmı? Onlar necə öhdəsindən gəlirsiniz? Bu milli seçim məsələsini biraz araşdırmaq istəyirdik oyuncu seçərkən klublarda. Hal-hazırda milliyə oyunçular klublardan seçilir. Klublarda oyunçulara baxılır. Oyunçuların müəyyən mövqeləri vardır. O mövqelərə olan oyunçular nəzərdən keçirilir və seçilir. Əvvəllər bir balaca komandanın sayı az olanda oyunçuları seçmək biraz çətin idi. Amma hal-hazırda Azərbaycan Yüksək Liqasında kişilərdə və qadınlarda 6 komanda iştirak edir. Bu 6 komandadan oyunçu seçmək bir balaca işi asanlaşdırır. Amma növbəti illərdə də mən inanıram ki, komandaların sayı artacaq və onda oyunçuları seçmək daha rahat olacaq. Elə komanda sayının artmağından danışdınız. Bəs siz həm də azyaşlılarla işləyirsiniz və azyaşlılar ümumiyyətlə idmanın gələcəyidir. Hər şey buradan başlayır, bünövrə buradan qoyulur. Bəs orada vəziyyət necədir? Bir məşqçi olaraq uşaqlarımızın, azyaşlılarımızın potensialını necə dəyərləndirirsiniz? Bir də maraqlı faktordur ki, oğlanlarda yoxsa qızlarda daha çox bu son zamanlarda voleybola maraq var. Uşaqları cəlb eləmək baxımından çətinlik yaşamırsınız ki, valideynlərlə də işləmək cəhətdən? Hal-hazırda keçən ildən, ötən mövsümdən etibarən azyaşlılara biraz da diqqət artıb. Qayğı artıb. Bunların Azərbaycan çempionatı keçirilir. Məsələn, keçən il 16 yaşlılar keçirilir. Bu il 14, 16, 18 yaşlıların çempionatı keçirilir. Buradan rayonlar da klublar, bölgələrdə də klublar yaradılıb. O klublardan da oyunçular yarışlara dəvət olunur. Gəlib burada iştirak edirlər. Bəli, iştirak edirlər. Oradan yəni milli komanda üçün oyunçular yəni seçilir, yığılır. Yəni belə baxıram ki, növbəti illərdə mən inanıram ki, rayonlardan da milli komandaya oyunçular seçiləcək. Günümüzdə legionerlərin milli çempionatlarda iştirakı geniş vüsət alıb. Hətta bəzi ölkələr yeni strategiya modelinə üst tutaraq legioneri öz vətəndaşına çevirərək milliləşdirir. Azərbaycan da bu proqrama qoşulan və bunun bəhrəsini görən ölkələrdən biridir. Amma voleybolumuzda bunun tətbiqi ləng və sanki bəhrəsiz olur. Nədir problem? Prestij azlığı yoxsa maraq? Legioner məsələsinə toxunmaq istəyirdim. Legioner hər idman növündə bu önəmli faktordur. Çünki o da komandanın inkişafına məşqçi olaraq, eyni zamanda idmançı olaraq təsir göstərir. Bəs voleybolda legionerlərlə hal-hazırda məsələ nə yerdədir? Onların belə deyim, töhfəsini görə bilirsinizmi ümumiyyətlə? Yoxsa daha çox yerliyə üstünlük verməyə çalışırsınız? Yox, komandada legionerin olmağı mütləq lazımdır. Bu vacib şərtdir. Bəli, vacib şərtdir. Çünki legionerlərdən yerli oyunçular nələrsə götürür və güclü oyunçuya qarşı rəqabət göstərir məşqdə. Bu təcrübə mübadiləsi məmnun olur. Mən də onu öyrənmək istəyirəm ki, bu legionerlər kifayət edir. Ümumiyyətlə, hazırki cari legionerlərlə bağlı vəziyyət necədir? Legionerlərlə bağlı problem yoxdur. Sadəcə biz indi istəyirik ki, yerli oyunçuların sayını artıraq. Legionerlərə limit qoyulur. Məsələn, bu il... Limit necədir məsəl üçün? Limit məsələn, mütləq komandada, heyətdə bir nəfər Azərbaycanlı oynamalıdır. Məsələn, keçən il bu limit yox idi. Keçən il necə istəyirsən oynada bilirdi. Amma bu il mütləq bir oyuncu Azərbaycan yerli oyuncu olmalıdır. İndi növbəti ildə də yəqin ki, qərar bəlkə dəyişər. 2 milli oyuncu eləyər. Sonra növbəti illərdə, yəni belə dəyişə milli komandanın üzvlərin, oyuncuların sayını artırmaq lazımdır. Azərbaycan voleybol millisinin formalaşmasında təkcə paytaxt Bakının deyil, bölgələrimizin də rolu danılmazdır. Hər il müxtəlif şəhər və rayonlarımızda keçirilən yerli yarışlar, çempionatlar və seleksiya toplanışları nəticəsində istedadlı gənclər seçilərək milli komandaya yol açırlar.
Milli komandaya seçim prosesi mərhələli şəkildə həyata keçirilir. İlk olaraq bölgə məşqçiləri tərəfindən seçilən perspektivli oyunçular federasiya tərəfindən izlənilir. Daha sonra bu gənclər Bakı və ya regional toplanışlara dəvət olunur. Burada isə onların texniki bacarıqları, fiziki hazırlığı, nizam intizamı və komanda ilə uyğunlaşma qabiliyyəti əsas meyar kimi götürülür. Son illərdə Gəncə, Lənkəran, Quba, Şəki, Sumqayıt və digər bölgələrdən seçilən voleybolçular milli komandamızın heyətində uğurla çıxış eləyir. Azərbaycan Voleybol Federasiyası bölgələrdə voleybolun inkişafına xüsusi diqqət ayırır. İdman məktəbləri ilə əməkdaşlıq, məşqçilərin ixtisas artırma proqramları və yeni infrastruktur layihələri bu sahədə görülən əsas işlərdəndir. Lakin milli komandaya yüksəlmək istəyən gənclərin qarşısında təkcə rəqiblər yox, sistemlə bağlı ciddi çətinliklər də dayanır. Bu maneələri aradan qaldırmaq üçün bölgələrdə voleybolun köklü şəkildə inkişafı da vacibdir. Çünki əsl istedad yalnız Bakıda yox, Azərbaycanın hər bir güşəsində yetişə bilər. Hər ölkəni beynəlxalq müstəvidə təmsil edən ən başlıcası milli komandadır. Klubun da iştirakı vacibdir. Amma şanlı bayraq milli komandamızın üzvlərinin əynində xarici ölkələrdə ölkəmizi təmsil edir. Milli komandamızın heyətini gücləndirmək üçün isə oyunçuların sayının çoxluğu vacib amildir. Görəsən bu istiqamətdə hansı işlər aparılır, öyrənməyin vaxtıdır. Biz şimdi qarşıda milli komandanı Qızıl Avropa Liqası gözləyir. May ayında başlayır. Ondan sonra noyabrda İslam oyunları var. 2 dənə milli komandanı möhtəbər yarış gözləyir. Və bu müddətdə biz milli komanda ilə təlim məşq toplanışlarına başlamalıyıq. Bildiyiniz kimi çox qısa vaxt var. Qısa vaxt ərzində biz komandanı bir ay az vaxtımız qalır Qızıl Avropa Liqasına hazırlaşmaq. Federasiyanın görülən işlərlə bağlı özü ki, çox yüksək səviyyədə alt yapıya, aşağı yaş qruplarında bizim yarışlarımız gedir. Seleksiyalarımız aparılır. Bölgələrdə olsun, yaxşı təcrübəli məşqçilərə dəvət olunur Azərbaycana və bizim yerli yaxşı məşqçilər də var. Birlikdə böyük işlər görürlər. Ölkə çempionatında da olan oyunçularla da bağlı, yəni əcnəbi oyunçularımız var burada. Yəni ki, onlar da bizim çempionata çox böyük rəng qatırlar və bizim yerli oyunçular da, gənc oyunçular da onlara baxıb ilham alırlar və gələcəkdə onlar kimi oyunçu olmaq istəyirlər, bunun üzərində çalışırlar. Əlbəttə ki, bugün Abşeron Voleybol Klubundan mən danışsam, yəni öz komandamdan, həmin komandanın baş məşqçisiyəm, həmin komanda hal-hazırda Azərbaycan milli komandasının 6 oyunçusu oynayır və bu da mənim üçün xoşdur, həm də və mən milli komandanın məşqçisi olaraq onlarla bir yerdə işləmək mənim üçün həm asandır, həm rahatdır. Gələcəkdə də milli komanda ilə orada bir yerdə işləyəndə və onlardan daha yaxından bir-birimizi tanımaq şansımız olur. Və bu il məsələn Abşeron Voleybol Klubuna yəni 3 gənc oyunçu qatılıb, hansı ki perspektivli oyunçulardır. Düşünürəm gələn ildə o 3 oyunçunun 6 oyunçusu qaldıraq. Bununla bərabər bütün klublarda bu var, Azərbaycan olsun, Milli Aviasiya olsun, Gəncə olsun. Bu klubların hamısında gənc oyunçuları var. O aşağı yaş qrupundan qalxan gənc oyunçuları biz də perspektivləri klublara dəvət edirik və klublarda onlar həm əcnəbi oyunçular, həm də bizim yerli yaxşı oyunçuların içində onlar daha sürətlə irəli gedib böyüyəcəklər. 2024-cü il düşünürəm ki, voleybol idman növü üzrə yetəri qədər uğurlu və yadda qalan il oldu. Birinci növbədə ölkə çempionatı ilə başlasaq, ölkə çempionatı çox maraqlı irəlilədi və biz play-off mərhələsində final oyununda Azərbaycan komandasından qarşılaşdıq. Final oyunda məğlub olsaq da final çox yadda qalan oyun oldu. Gələcəkdə isə növbəti mərhələdə biz Qızıl Avropa Liqasında iştirak elədik milli komanda ilə. Qızıl Avropa Liqasında hədəflərimiz əslində yetəri qədər ölkəni yaxşı şəkildə təmsil etmək idi, amma rəqiblərimizin yetərli qədər güclü olması biraz problemlər yaratdı və biz oyunlarda məğlub olsaq da düşünürəm ki, yaxşı oyun göstərdik. Növbəti mərhələdə isə Avropa Çempionatının təsnifat oyunlarında iştirak elədik və 2 görüş keçirdik. Bunlardan birini Avstriyada, digərini isə vətənimiz Bakıda keçirdik. Hər iki görüşdə məğlub olduq, amma görüşlərin hər ikisi çox yadda qalan oldu. Bizi Avropa Gümüş Liqası gözləyir. Avropa Gümüş Liqası Qızıl Liqaya rəğmən biraz daha bizim üçün daha uyğun yarışdır və düşünürəm ki, bu yarışda biz daha yaxşı çıxış edə bilərik. Rəqiblərimizi analiz etməyə başlamışıq və düşünürük ki, uğur qazana bilərik bu yarışda. Növbəti mərhələdə isə təsnifat oyunlarının digər 2 görüş keçiriləcək. Bunlardan biri Belçikada, digəri isə Azərbaycanda olacaq. Bu yarışlarda yaxşı oyun göstərməyə çalışacağıq. Ümidlərimiz böyükdür və daha yaxşı çalışırıq ki, daha yaxşı təmsil edək ölkəni.
İlk öncə onu qeyd etmək istəyirəm ki, mən müəyyən səbəblərə görə 5 illik fasilə vermişdim, voleybol oynamırdım. Lakin 2024-cü ilin may ayında qayıtdım və bu vaxt milli komandamız Qızıl Avropa Liqa yarışlarına hazırlaşırdılar və mən də komandaya qoşuldum və məşqlərə başladım. Qayıtmağıma da çox xoşbəxtəm. Düşünürəm ki, idmançıda istək olandan sonra, yəni neçə il olmasına baxmayaraq idmana qayıtmaq mümkündür. Play-off yarışlarına biz başlayacağıq. Düşünürəm ki, bütün komandalar eyni səviyyədə oynadığı üçün rəqabət güclüdür və bütün oyunlarımız çox maraqlı və həyəcanlı keçir. 2025-ci ilin may ayında bizim milli komandamızın Qızıl Avropa Liqası oyunları başlayacaq. May ayının əvvəlləri biz artıq təlim məşq toplanışlarına başlayacağıq. Bir neçə hazırlıq oyunları keçirəcəyik və düşünürəm ki, yaxşı nəticə əldə etmək üçün bütün komandamız əlimizdən gələni edəcəyik və ölkəmizin bayrağını qaldıracağıq. İnspektorun işi araşdırmaq, dəyərləndirmək isə siz izləyicilərin üzərinə düşür. Bugünkü buraxılışımızda Azərbaycan Voleybol Mərkəzində məşqçilər, idmançılar və federasiya rəsmiləri ilə bir yerdə Azərbaycan voleybolunun gələcəyindən, problemlər və onların həlli istiqamətində müzakirələrimizi apardıq. Hər bir halda siz izləyiciləri isə tribunaları boş buraxmamağa və bu sevgini davam etdirməyə çağırırıq.